Günümüzdə bəzi zahirlər Allahın kitabını oxuyub öz əqillərinə görə başa düşməyə çalışırlar. Əqil yürüdürlər. Bu bizim əqlimizə görə belə deyil, belə olmalıdır. Zahirən götürüb insanlara əhkam kəsirlər. Hökm tətbiq edirlər ki, bunlar şirk edir, bunlar müşrikdir, bunlar kafirdir. Əfsuslar olsun ki, bu kəslər özlərində müsəlman deyənlər, zahirən İslamı təmsil etməyə çalışan insanlardır. Tarix boyu belə kəslər çox olur. Məşhur imamlardan olan Cəfər Əs-Sadiqin Rahmanullah Taalanın dönəmində belə bir kəs olur, Quranı zahirən oxuyub hökm verir. Təbii ki, imam bundan xəbər tutur və onu yanına çağırtırır. Həmən şəxs gəlir, imamın qarşısına, imam ona sual verir ki, eşitdim ki, sən Allahın kitabını zahirən oxuyub öz əqlindən hökm versən. Deyir, bəli, burada nə var ki, imam? Oxuyub və insanlara ayəti başa salıb hökm verir. İmam Sadiq deyir, o zaman mənə də görüm, insandan məni çıxanda nə üçün qüsul alır və nəcasət çıxanda nə üçün dəstəmaz alır. Halbuki nəcasətin miqdarı mənidən çoxdur. Təbii ki, bu şəxs cavab verə bilmir şeyxə. Bu zaman İmam Sadiq deyir ki, din insanların əqlinə görə deyil. Əli ibn Əbi Talibdən gələn hədisi xatırladır həmən kəsə. Deyir, Allah Rəsulü sallallahu aleyhi və səlləm dəstəmaz alarkən xuxlarının üzərində məhz çəkdi. Əli ibn Əbi Talibdən gələn hədisi ona başa salmağa çalışır. Və bu din insanların əqli üçün olsaydı, xoxun altı batır. Üzərinə yox, altına məhz çəkərdilər. İmam İbn Qoym Rahmanullah Taalanın gözəl bir sözü var. İnsanlar Allahın kitabına əqilləri ilə yanaşsa, bu şəriəti və özlərini məhv edərlər, həlaka sürükləyərlər. Bu din əqil dinidir, nəql və dəlil dinidir. Alimlərə hörmət və onların qoyduğu elmə hörmət Allah və Rəsulunun varisinə olan hörmətdir. Elm bir varisdir, elm əhli də bu dini, bu əhkamları bizə öyrədənlərdir.